Salam, hörmətli abituriyentlər. Bu videoda üçüncü bölmə sınavımızı sizlə bölüşəcəyik. Və bu bölməmiz litosfer ilə bağlıdır. Sizə təqdim etdiyimiz 2 nömrəli sınavdır. Çünki bundan əvvəl də bir dənə sınavımız olmuşdu. Birinci və ikinci bölmə üçün. Bu isə litosfer bölməsinə qədər olan, litosfer bölməsi daxil olan bir sınavdır və 2 nömrəli sınavımızdır. Vaxt itirmədən keçək suallarımızın izahına. Başlayaq elə birinci sualdan. Uyğunluğu müəyyən etməyimizi istəyir. Venn diaqramı verib, Cənubi Amerika və Avropa üçün oxşar və fərqli cəhətlər. Alp qırşıqlığında yaranan dağlara rast gəlinir. Təbii ki, hər ikisində Alp qırşıqlığında yaranan dağlar var. Cənubi Amerikada Ant dağları, Avropada isə Alp, Karpat, Balkan və s. Qərb hissəsində okean tavasilə toqquşmasında iri dağ sistemi yaranıb. Ant dağları, Naska və Cənubi Amerika dağlarının toqquşma sərhəddidir. Cənubi Amerika aiddir. Qütb gecə və gündüzləri müşahidə edilir. Qütb gecə və gündüzləri müşahidə etməsi üçün qütb dairəsi kəsməlidir və yaxud da qütb dairəsindən şimalda yerləşməlidir. Təbii ki, bu Avropaya aiddir. Üç yarımkürədə yerləşir. Bu da hər ikisinin ortaq xüsusiyyətdir. Çünki Cənubi Amerikanın ekvator, Avropanın isə Qrinviç xətti kəsir. Şimal hissəsində buzlaq mənşələri ilə formalara rast gəlinir. Bu buzlaq mənşələri ilə formalar dördüncü dövr buzlaşmasına aiddir və Avropanın şimalına aiddir. Günəşin zenit vəziyyəti müşahidə edilir. Təbii ki, Cənubi Amerikada müşahidə ediləcək, çünki tropik işıqlanma qurşağında yerləşir bir hissəsi. Deməli, 2, 6, 3, 5, 1, 4. Doğru cavab A bəndi olacaq. Növbəti sualımıza keçək. Verilən xüsusiyyətlərin aid olduğu düzənliyi seçin. Deyir, akkumulyativ düzənlikdir. Dekan yayladır, ona görə akkumulyativ deyil deyə çıxırıq. Akkumulyativ düzənliklər ancaq ovalıqlardır. Şimal və şərq yarımkürəsində yerləşir. Missisipi ilə La Plata qərb yarımkürəsidir deyə çıxırıq. Qərbi Sibir və Turan hər ikisi cavan platformaya uyğundur. Amma Turan ovalığında fiziki aşınma daha çoxdur. Burada Qızılqum, Qaraqum səhraları yerləşir. Ona görə Y bəndi doğru bənddir. Fiziki aşınma səhralarda çox olar. Müvafiq olaraq Paleozoy və Kaynozoy yaşlı dağları seçin. Paleozoy yaşlı dağlar Kalidon Hertsin qırşığında yaranan dağlardır. Kaynozoy isə Alp qırşığı. Apalas, əjdaha, Kap ödəyir, amma Karpat Alp qırşıqlığına aiddir deyə heç bu varianta baxmırıq. Ural, Xinqan, Kap, əjdaha. Bu Kalidon hörtüsündə hamısı ödəyir. Çerski amma Mezozoy erasına aiddir. Yəni Kimmeri qırşıqlığına aiddir. Ona görə bunu da çıxırıq. Böyük su ayrıcı Kap, Ural, əjdaha, Kalidon hörtüsün ödəyir. Atlas, Ant, Alp, Karpat, Alp qırşıqlığıdır, ödəyir. Hər ikisi ödədiyinə görə doğru cavab C variantıdır. D-də nə korluyur? D-də təbii ki, birinci hissəyə Alp qırşıqlığında olanı verib. Yəni Kaynozoya aid olan verib. Burada isə birinci Kalidon Hertsinə aid olan vermir. Verxayanski Kimmer olduğuna görə Paleozoya aid deyil. Ona görə çıxırıq. Çerski Qayalı da həmçinin. Doğru cavab C bəndi olacaq. 4 nömrəli tapşırığımıza baxırıq. Kiçik Qafqaz qalxmasında yerləşən Talış silsiləsi, Qarabağ silsiləsi verilib və Qapıcıq Dəlidağ zirvəsi verilib. Təbii ki, 2 ilə 4-ün yerinə silsilə olmalıdır, 1 ilə 3-ün yerinə isə zirvə olmalıdır. Talış dağlarında yerləşən zirvə. Camışdağ olmaz, Raqdan olmaz. Raqdan Böyük Qafqazda, Camışdağ isə Murovdağ silsiləsindədir. Təbii ki, Talışda kömürçü olar, Qızıyurdu olar. Qarabağ silsiləsinin ən hündür zirvəsi 2-yə. Qapıcıq zirvəsi hardadır? Təbii ki, Qapıcıq zirvəsi Dərələyəz olmaz, Zəngəzur silsiləsi olacaq. Deməli, ya C-dir, ya da D. 3-ə baxırıq. Qarabağ silsiləsində Böyük Kirs dağı. Hər ikisi var. Dəlidağ hardadır? Təbii ki, vulkanik yaylada. Ona görə Y də getdi. Doğru cavab C bəndi olacaq. AB profili üzrə süxurların yaşı və hündürlüyü arasındakı əlaqə necə mütənasibdir? Təbii ki, A məntəqəsi 4-cü dövr süxurları yayılıb, ondan sonra Neogen gəlir, sonra Paleogen, sonra hündürlük artdıqca təbaşir, yüksək dağlı isə Yura olur. Yəni hündürlük artdıqca süxurların yaşı da artır. Düz mütənasib asılılıq. C variantı sualımızın doğru variantıdır. Növbəti sualımıza baxaq. Uyğunluğu müəyyən edən faydalı qazıntı növləri və faydalı qazıntı yataqları. Filiz, qeyri-filiz, yanar. Günəşli və çıraq. Yanar faydalı qazıntılar neft yataqlarıdır. Zod filiz yatağıdır. Hamançay dəmir filizdir. Zod qızıl filizi, Hamançay dəmir. Şahtaxtı isə travertində qeyri-filizdir. Deməli 1 C, Y, 2 D, 3 A, B. Y variantı doğru variantdır.
Talış, Zəngəzur və Sudur silsilələri üçün oxtaq xüsusiyyəti seçin. Sərhəd boyunca yerləşirlər. Bəli, hər üçü sərhəddə. Sudur silsiləsi Rusiya ilə, Zəngəzur Ermənistanla, Talış isə İranla sərhədimizdə yerləşir. Polyogen yaşlı süxurlar Zəngəzur və Talışa uyğun gəlsə də Sudura uyğun gəlmir. Şimalında yerləşirlər. Yalnız Sudur yerləşir. Filiz faydalı qazıntı zəngindir. Yalnız Zəngəzura deyə bilərik. Buzlar və iliaq formaları üstünlük təşkil edir. Bu da Talışa aid deyil. Doğru cavab A bəndi olacaq 7-ci sualda. Növbəti sualımıza keçək. Süxurlar verilən sxemə uyğun gələn variantı seçin. Təbii ki, qalxanlar antiklinallar, enənlər isə sinklinallar adlanacaq. Doğru cavab B bəndi olacaq. 9 nömrəli tapşırığa baxırıq. Verilən xüsusiyyətlərin aid olduğu fikirləri seçin. Akkumulyativ mənşəli düzənlikdir. Qütb ulduzu müşahidə edilir. Deməli, şimal yarımkürəsindədir. Akkumulyativdirsə, deməli ovallıqdır. Ovalıq. Qütb ulduzu müşahidə edilirsə, deməli şimal yarımkürəsindədir. Günəş zenitdə olursa, deməli tropik işıqlanma qurşağındadır və yaxud da tropik xətti kəsir. Təbii ki, burada Braziliya yayladır, ovalıq deyil. Sonra Nallar burcu cənubi yarımkürəsindədir, Kalahari cənubdadır. Missisipi və Orinoco qalır. Missisipi ovalığı Şimali Amerikada yerləşir. Burada günəş zenitdə olmaz, çünki tropikdən şimalda yerləşir. Orinoco isə bəli, həm şimal yarımkürəsində yerləşir, həm qütb ulduzu görünür, həm də günəş zenitdə olur, tropik qurşaqda yerləşir. 10-cu suala baxırıq. Uyğunluğu müəyyən edin. Kimmer qırışıqlığında formalaşıb. Bax, burada dağlar verib böyük su ayrıcı Alp və Altay. Təbii ki, Kimmer qırışıqlığına aid burada dağ yoxdur. Qırışıq faili dağlardır Altay dağları. Kaynoza yerasında yaranmışdır Alp dağları. Materikin şərq hissəsində yerləşir su ayrıcı dağlar. Cənub və şərq yarımkürəsində yerləşir su ayrıcı dağlar. 1 D, Y, 2 C, 3 B. Yəni, Y bəndi sualımızın doğru bəndidir. 10 nömrəli tapşırığa baxaq. Xəritə sxemdə işarələnən yarımadalar üçün doğru fikirləri seçin. Hintçin yarımadası və Malakka yarımadası verilir. Təbii ki, tropik xətti kəsir ifadəsi yanlışdır. Malakka yarımadası kəsmir. İnkişaf etmiş ölkə mövcuddur. Heç birində yoxdur. Sinqapur adada yerləşir. Zəngin qala ehtiyatlarına malikdir. Bəli, qalay Wolfram qurşağıdır Cənub-Şərqi Asiya. Qədim dağlar yerləşir. Burada qədim dağ yoxdur. Atlantik okean sahillərində yerləşir. Xeyr, bura Hind və Sakit okean olacaq. Doğru cavab C bəndi olar. Uyğunluğu müəyyən etməyimizi istəyir. Faydalı qazıntı yataqları və şərti işarələr verilib. Zod, vejnəli qoşa qızıl yatağıdır. Qızılın da işarəsi B-dir. Göydərə ipək. Xromit yataqlardır. Xromitin işarəsi C-dir. Filiz çay, gümüşlü mazımçay polimetaldır. Onun da cavabı A-dır. Deməli 1B, 2C, 3A. B bəndi sualımızın doğru bəndidir. 13 nömrəli tapşırığa baxaq. Uyğunluğu müəyyən etməyimizi istəyir. Çöküntülər verilib, dövrə aid olan çöküntülər və ərazi. Təbaşir yaşlı çöküntülər Lənkəran ovalığı. Təbii ki, yanlışdır. Lənkəran ovalığında 4-cü dövr çöküntülər olar. Təbaşir Böyük və Kiçik Qafqazın orta dağlığında geniş yayılır. Neogen Ceyrançal alçaq dağlığı. Doğru. Trias Böyük Qafqazın yüksək dağlığı. Trias yalnız Dərə-Ləyəz silsiləsi qeyd etmişik. Yura Kiçik Qafqazın və Böyük Qafqazın yüksək dağlığı düzdür. Paleogen Zəngəzur və Talış silsiləsi doğrudur. Deməli 2 4, 5 doğru bənddir. 14 nömrəli tapşırığa baxaq. Bakı şəhərində yerli vaxtla saat 12:30-dur. Bakı şəhərində, Bakı şəhər 50 şərq uzunluğunda yerləşir və burada saat 12:30-dur. Bu zaman hansı məntəqədə saat 09:10-dur? Təbii ki, geri olduğuna görə bu deməkdir ki, qərbdədir. 09:10. Bunlar arasındakı yerli vaxt fərqi taparıq. Çıxarıq 09:10-u eləyər 3 saat 20 dəqiqə. 3 saat 20 dəqiqəni dərəcəyə çevirərik. 3 saat 15-ə vurarıq. 20 dəqiqəni isə 4-ə bölərik. 45 plus 5. Cəmi 50 dərəcə fərq var. Bakıdan 50 dərəcə qərbdədirsə, deməli 0 dərəcədə yerləşir. Doğru cavab D bəndi olacaq. AB məntəqələrinin arasındakı yerli vaxt fərqi 3 saat 20 dəqiqədir. A və B məntəqələrinin yerləşdiyi paralel üzrə yerin özü xətində fırlanma sürətini tapın. A ilə B arasındakı yerli vaxt fərqi 3 saat 20 dəqiqədir. 3 saat 20 dəqiqəni dərəcəyə çevirək. Saatı vurarıq 15-ə, dəqiqəni bölərik 4-ə. 45 plus 5.
Bu da eləyər yenə 50 dərəcə. A-dan B-yə 50 dərəcə var və bu 50 dərəcəmiz neçə kilometrə bərabərdir? 4270 kilometr. Bəs 1 dərəcəlik qövs nəyə bərabərdir? X də bərabərdir 85,4 kilometr. Deməli, bu 40-cı paraleldir. 40-cı paraleldə yerin öz ox xəttindən fırlanma sürəti 1281-dir. Əgər bunu bilmiriksə, nə edərik? Yerin öz oxu ətrafında paralel üzrə orta fırlanma sürətini tapmaq üçün həmin paraleldə 1 dərəcəlik qövsün uzunluğunu vurarıq 15-ə. Yəni 85,4-ü 15-ə vuraraq 1281 kilometr olar. Doğru cavab A bəndi olacaq. 22 dekabr tarixi üçün doğru fikri seçin. 22 dekabrda Günəş cənub tropik üzərində zenitdə olur. Ona görə cənub tropik xətti Afrika, Avstraliya və Cənubi Amerikanın kəsdiyinə görə deyə bilərik ki, 22 dekabrda bu materiklərdə Günəş zenitdə olur. Şimal yarımkürəsində qış fəsli başlayır. Düzdür? Günəş ekvatora maksimum bucaq altında düşür. Fikri səhvdir, minimum olmalıdır. Maksimum bucaq altında Günəş ekvatora 21 mart 20 sentyabr tarixində düşər. Bakı şəhərində günorta vaxtı günəş şüalarının minimum düşmə bucağı müşahidə edilir. Bəli, 22 dekabrda Bakıda günəş şüalarının minimum düşmə bucağı müşahidə edilir. Cənub qütb işıqlanma qurşağında qütb gecələrdə, əksinə qütb gündüzü olmalıdır. Günəş Şimali Amerikada zenitdədir fikri təbii ki, səhvdir. Bu tarixdə ola bilməz. Çünki cənub tropik xətti Şimali Amerikanı görmür. Doğru cavab birinci, ikinci və dördüncü. Yəni D bəndi olacaq. AB profili üzrə rast gəlinən relyef formalarını müəyyən edin. A-dan B-yə doğru. Kunlun dağları, Hindukuş dağları, Qızılqum səhra. Qızılqum səhrası Xəzərin şərqindədir. Hindukuş dağları bu istiqamətdədir deyə heç biri düşmür. Təşləməkan səhrası, Qobi səhrası, Qərbi Sibir. Qərbi Sibir bu istiqamətdədir, Qobi səhrası burada. Ox istiqamətində deyil. Böyük Xinqan dağları bu istiqamətdədir. Qobi yaylasından da şərqdədir deyə onu çıxırıq. Kunlun dağları bax buradadır. Tibet dağları, Tibetdən sonra Kunlun gələr. Kunlundan sonra Orta Sibir yaylası. Bax bu hissələrdə. Deməli doğru cavab D bəndidir. Çerski silsiləsi bax buradadır, olmaz. Verxoyanski bu hissədədir, olmaz. Qobi də bu hissələrdədir, olmaz. Doğru cavab D bəndi olacaq. 18 nömrəli tapşırığa baxaq. Geotermik pillənin kiçik olduğu əraziləri seçin, yarımadaları seçin. Təbii ki, geotermik pillə kiçiksə ərazi seysmikdir. Seysmik cəhətdən fəal ərazidə yerləşən yarımadalara Apennin, Kamçatka, Kiçik Asiya aiddir. 1, 4, 5. A bəndi doğru bəndir. 22 iyun tarixində hansı məntəqədə gündüzün uzunluğu daha çoxdur? 22 iyunda Günəş şimal tropik üzərində zenitdədir. Şimal yarımkürəsi Günəşə tərəf meyillidir. Ona görə ekvatordan şimal qütbünə doğru gündüzün uzunluğu artır. Yəni ekvatorda il boyu həmçində 22 iyun tarixində gündüzün uzunluğu 12 saat olduğu halda şimal qütb dairəsindən şimalda qalan bütün məntəqələrdə 24 saatdır. Yəni get-gedə artır. Ona görə də ən şimalda yerləşən məntəqədə gündüzün uzunluğu daha çoxdur. Muğan düzünün göstərildiyi rəqəmi seçin. Muğan düzü 4 rəqəmi ilə göstərilib. Və bura Muğan düzüdür. Kürün də sağında yerləşir, Arazın da hər ikisinin sağında yerləşir. Kür dağarası çökəkliyi tektonik zonasına aid deyil. Qan xəritə aiddir, Bozdağ silsiləsi aiddir, Qarayazı düzənliyi aiddir, Gülüstan düzü aid deyil. Gülüstan Kiçik Qafqaz tektonik qalxmasına aid. Lənkəran ovalığı da Kür çökəkliklərinə aiddir. Rəqəmlərə uyğun gələn silsilələri müəyyən edin. 1. Qarabağ silsiləsidir. 2. Yan silsilədir. 3. Murov silsiləsidir. 4. Talış silsiləsidir. C bəndi sualımızın doğru bəndidir. 23. A nöqtəsinin mütləq hündürlüyünü tapın. Birinci kəsmə yüksəkliyi tapaq. 500 metrdən çıxarıq 350 metri, eləyər 150 metr. Görək neçə kəsmə yüksəkliyi var. 1, 2, 3. 3 dənə ara var. Hər biri də kəsmə yüksəkliyi deməkdir. 3-ə bölərik, eləyər 50 metr. Hər biri 50 metrdirsə, bura 350, bura 400, A isə 450 metr olacaq. A-nın hündürlüyü 450 metr doğru variantdır. Azərbaycan ərazisində qədim Tetis okeanı altında olmuşdur. Azərbaycan ərazisi qədim Tetis okeanının altında olmuşdur, düzdür. Qafqaz dağları okean və materik tipli tavan sərhədində formalaşıb. Təbii ki, səhvdir. İki materik tipli tavan toqquşmasında formalaşıb, Ərəbistan və Avrasiya. Ant dağları Cənubi Amerika və Sakit Okean tavan toqquşma zonasında yaranan fikri də səhvdir. Sakit Okean yox, Naska olmalıdır. Atlas dağlarında zəngin fosforit, Ant dağlarında isə zəngin mis ehtiyatları mövcuddur, düzdür. Qapıcıq və Qızılyurdu zirvələr eyni tektonik zonada yerləşir ifadəsi doğrudur. Kiçik Qafqazda hər ikisi. Ceyrançol alçaq dağlığında poligon yaşlı sıfırlar üstünlük təşkil edir ifadəsi
Yanlışdır. Poliogen yox, burada Neogen olmalıdır. Doğru fikirlər soruşduğuna görə 1, 4, 5 doğru variantdır. 25. Zəngəzur və Talış silsilələri üçün oxşar xüsusiyyətləri seçin. Poliogen yaşlı süxurlar üstünlüyü təşkil edir. Doğrudur. Mütləq hündürlüyü 3000 metrdən çoxdur. Yanlışdır. Vulkanik süxurlara rast gəlinir. Doğrudur. Respublikamızın sərhədində yerləşmir ifadəsi yanlışdır. Yerləşir. Kiçik Qafqaz tektonik qohuma zonasına aiddir. Düzdür. Respublikamızın İranla sərhədində yerləşir. Zəngəzur Ermənistanla sərhədində yerləşir. Ona görə səhvdir. 1, 3, 5 doğru variantdır. 1, 3, 5 götürəcəksiniz burada. Növbəti sualımıza baxırıq. 26. 4-cü dövrün çəkmə süxurları üstünlük təşkil edən əraziləri seçin. Burada düzən ərazilər seçəcəksiniz. 1, 3, 6. Qanı çay, Mil düzü və Şirvan düzü. 2. Dağlıq ərazidə Yuradır. 4. Poliogen yaşlı süxurlardır. 5-də isə 4-cü dövrün süxurlarıdır. Amma vulkanogen süxurlardır orada. Ona görə 1, 3, 6 doğru bənddir. Neft yataqları, təbii qaz yataqları və civə yataqları. Ağ yataq, şorbulaq, civə yatağıdır. A. Təbii qaz yatağı Qobustan, Abşeron, Gürcən, Sirədir. Neft yataqlarımız isə Azəri və Mollakənd yataqlarıdır. 1-ə C-dir, 2-yə B-F, 3-ə A-E, A-E olacaq. Situasiya mətnini oxuyaq. Materikin şimalında yerləşən A dağlarında süxurların yatım ardıcıllığı antikinal sinklinallara uyğun gəlir. Deməli, necə dağ yaşına görə? Cavan dağdır. 3 yarımkədə 3 ölkə ərazisində yerləşən bu dağ sisteminin ən hündür zirvəsinin mütləq hündürlüyü 4165-dir. Tupqaz zirvəsi, təbii ki, burada söhbət Atlas dağlarından gedir. Və 3 ölkə ərazisində yerləşən bu dağın zəngin çökmə mənşəli təbii ehtiyatlar rast gəlir. Bilirsiniz ki, fosforit qurşağıdır. Fosforit. Atlas dağlarında zəngin fosforit ehtiyatları mövcuddur. Materikin şimalında yerləşən Cavan dağ deyirsə, təbii ki, biz buna ancaq Atlas dağları kimi düşünə bilərdik. Dağın adını və yerləşdiyi materiki yazın. Bura Atlas və Afrika yazacaqsınız. Cədvəli tamamlayın. Yerləşdiyi yarımkürələr. Təbii ki, 3 yarımkürədə yerləşir, çünki Qrinviç xətti kəsir. Şərq, qərb və şimal. Yerləşdiyi işıqlanma qurşağı şimal mülayimdir. Şimal mülayim yazacaqsınız. Ən geniş yayılan təbii ehtiyat fosforit deyəcəksiniz. 10. Cədvəli tamamlamamızı istəyir yenə. A dağlarının yerləşdiyi 3 ölkəni yazın. Təbii ki, demişik 3 ölkədə yerləşir. Əlcəzair, Mərakeş və Tunis ərazilərində yerləşir. A dağları yaşına görə neçə dağlardır? Antiklinal, sinklinal varsa, təbii ki, cavan dağlardır və yaxud da qırışıq yaza bilərsiniz. Qırışıq və yaxud da cavan, hər ikisi doğrudur. Yerləşdiyi dağlıq qurşaq, təbii ki, Alp, Himalay, geosinklinal qurşağının və yaxud da dağlıq qurşağının başlanğıcı hesab edilir Atlas dağları. Belə. Ümid edirik ki, faydalı oldu. Əgər faydalı oldusa, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Siz videonu bəyənib daha çox şərh yazsaz, bu sınaqlar davamlı olacaq. Yox, əgər baxsaq ki, rəy az gəlir, rəy azdır, növbəti sınaqlarda da yəqin ki, paylaşma ehtimalı az olacaq.